Salam dostlar, hər birinizi xoş gördük. Toyuqlar və Cücələr kanalından hər birinizi salamlayıram. Dəyərli dostlarımız, bugün mən sizlərlə bərabər bir yerdə cücələrin saxlanma şəraiti, cücələrin saxlanma qaydası, ələxüsusda qış mövsümündə nə cür olmalıdır? İnşallah bildiyim qədərilə bunları sizlərlə paylaşacağım. Nəysə, dəyərli dostlarımız, keçdik videomuza. Dəyərli dostlarımız, ilk öncə biz cücə saxlayırıqsa, təbii ki, qış mövsümündə diqqət yetirəcəyimiz əsas əlamətlərdən biri cücələrin isti saxlanma şəraitidir. 2. Düzgün havalanma qaydasıdır. 3. isə yem və suların daha balanslı şəkildə verilməyidir. Bu 3 əsas qızıl qaydaya riayət etsəniz, qış mövsümündə olan cücələr demək olar ki, çox mükəmməl bir yayda çıxan cücələrdən daha bir addım öndə və daha gözəl performans göstərir. Dostlar, buna görə bizim üçün ilk öncə isitmə sistemimiz var. Görürsünüz, infraqırmızı lampalardır bunlar. İnfraqırmızı lampalar təxminən tam lampanın altında, belə deyək, əgər biz hündürlük olaraq yerə daha yaxın edəriksə, 40-45 dərəcə aralığında verir. Amma cücələr üçün, yəni ələxüsusda yeni çıxmış cücələr üçün ən ideal, ən komfortlu zona isə lampanın yerdən 80 sm hündürlükdə olmağı yetərlidir ki, cücələrin daha rahat isinməsi və eyni zamanda daha gözəl performans göstərməyinə səbəb olsun. Dostlar, ekranda da görürsünüz, məndə 2 ədəd havalanma sistemi var. Biri nisbətən balacadır, digəri isə daha iri qabaritlidir. Təbii ki, biz ilk öncə havalanmadan qətiyyən söhbət aça bilmərik. Yəni, ilk günlər biz əgər havalanmanı qoşsaq, içərinin istiliyi demək olar ki, çölə vuracaq və bununla da biz cücələrimizi tələf etmiş olarıq. Dostlar, amma ancaq və lakin xırda və balaca bir havalanma olmağında fayda var. Lap balacadır onun qabariti. Bu sadəcə olaraq içəridə olan belə deyək də, havanın yüngül hava dəyişimini təmin edir və bununla da sizin cücələriniz daha təmiz, daha gözəl oksigen qəbul edir və nəticədə cücələriniz daha mükəmməl olur. Mən bir şey də vurğulamaq istərdim, dəyərli dostlarımız, və yemlərimiz var bizim burada, ekranda görürsünüz. Təbii ki, təbii yemlərdir. Bizim, belə deyək də, buradan Aşur qardaşıma təşəkkürümü bildirirəm ki, yəni bizim üçün belə bu cür formada yemlərdən tövsiyə edib. Tam təbii yemlərdir dostlar. Təbii ki, ətlik broiler böyütmə yemidir, nömrə 1. İnşallah bizim cücələrimiz gələcək. Allah qoysa cücələrimizi də sizlərlə paylaşacağım və heç biriniz məlumatsız qalmayasınız. Dostlar, təbii ki, ilk günlər cücələrimizə verilən yem protein dəyəri daha yüksək olmalıdır. Daha yüksək dedikdə hardasa 22-24 aralığı olmalıdır protein faizi və gün keçdikcə, yəni 18-20-ci gündən sonra isə artıq bu yem nömrə 2 ilə əvəz olunur. Təbii ki, eyni yemin nömrə 2-si və burada isə protein faizi 20-22% və enerji dəyəri daha yüksək səviyyələrə qalxır və nəticədə cücələriniz mükəmməl olur. Belə, dəyərli dostlarımız, mən bu videonu çəkməkdə əsas məqsədim o idi ki, qış mövsümündə cücə saxlayırıqsa, çöldə hal-hazırda 2-3 dərəcə istilik var, amma İçəridə isə, hal-hazır cücələrin yerində isə mən həqiqətən də sistem pişirəm. Yəni, bu lampalar dəhşətli dərəcədə istilik verir. Sual oluna bilər ki, yaxşı, lampaların amperajı nə qədərdir? Yəni, gücü nə qədərdir? Dostlar, bir lampa 250 wattdır. Yəni, 250 wattla çox gözəl, çox mükəmməl bir istilik verir. Və çalışın yemlikləri, suluqları hər ayrı-ayrı qoyun ki, cücələr ortada qızınıb, ətrafda yeyib, içib, gəzə bilsinlər. Və nəticədə 25 bir ayından sonra isə artıq yekə havalanma işə düşür və burada da içəridə olan amonyaklı, zəhərli qoxunu çölə atmaq üçündür. İşıqlanma isə gecə-gündüz 7-24 yanacaq və Allahın izni ilə yeni cücələrimiz gəldikdə bunları da sizinlə çəkib paylaşacağım. Yeni gəlmiş cücələrimiz F6 Kuçinska Yubileynaja, Lider 55 və Adlerski Serebris cücələr olacaq və eyni zamanda Xarkov cinsi də var aralarında. İnşallah onların da inkişaflarını
onların əlavə yem rasionlarını sizlərlə paylaşacağam. Allah qoysa. İndi sual ola bilər ki, bəs yaxşı ay Sadiq, o nədir orada balaca konteyner? Dostlar, onu ekstrini qoymuşam. Ola bilər nə vaxtsa lampalardan hansılarsa bir neçəsi eyni anda sıradan çıxa bilər və yaxud da havada dəhşət soyuq, donuşluq olsa, lampaların gücü çatmasa, yəni ekstrini həmən konteynerdən istifadə edəcəm. Belə dostlar, özünüzdən müğayət olun. Allah amanında.